10-cu dərəcəmiz tərkibləri öyrəşəcək. Bir dənə tərkib xidmət arz edirəm. 3 dənə hərəkətin yapışmağındandır. Lap əvvəl cələsəki işləmişik sadə yapışdırma. Bununla gələcək qabağa məharəti ilə. Düşəcək milli yeriş dövrədə hərəkət eləyəcək. Çəkəcək mərkəzə dairəyə və burada başlayacaq uşaq təksilliyə. Bahəmlikdə gedək. Pəs bu oldu. Deyirik yapışdırma ilə. Xatırləməliyəm ki, qoşa gərək ola, sağla başlayır, sonla qutulur. Sadə yapışdırma ilə gəlim qabağa. Burada düşürəm milli yeriş, azər yeriş, əllər mütəfavit əlləri tuta bilirəm. Hələzuni halətdə gəlirəm vəsətə, yenə də qoşa icra edirəm hərəkəti və buradan düşürəm təksilliyə. Yap, bir tərəfli baş. Və tamam. Necə bunları vəsl edirik bir-birinə? Xoş, yapışdırmadan ki, hərəkətimiz 4 şumarə idi. Sağ, sol, sağ ayaq amadədir. Milli yerişi sağla başladım və solunla qutuldu. İndi sağ amadədir. Sağı buradan çəkirik hansı hərəkətə? Təksillə. 1, 2, 3, 1, 2, 3, 1, 2, 3. Muzik ilə əl və ayağın bahəm icra edir. Beşinci tərkibimizi öyrəşəcək. Buradan 4 dənə tərkib işləmişik. 2 hərəkət bir-birinə yapışdırmışıq, 3 hərəkət yapışdırmışıq və bu nərmədə istirik bu cələsədə 3 dənə hərəkət ki, əxirən öyrəşmişik. İncə daban, qayçı və təksillə. Pişnahad verirəm xidmətinizə. İncə dabanın məharətlərindən qabağa gəlməkdir. İncə dabanla gələcək qabağa. Burada düşəcək qayçıya ya qeyçiyə 2 dənə sabit vuracaq, mabəqisini bitəcək öz yerimizdə, məharətlərindən və təksillə icra edəcək. Pəs, oldu. İncə daban, əllər əgər çıxdırsa, qartal saxlayın. Əgər məharət vardı, əllərini icra eləyin. Solda hərəkət qutuldu, buradan düşürük, sağ ayaq amadədir. Göyçiyə 1 dənə, 2 dənə, 3 dənə, 4 dənə, 5, 6 qoşa, 7, 8, sağ ayaq qabaqdadır. Buradan başlıyor təksilləni. 1, 2, 3, 4 və eləyə bilirik. Bir dənə formula qutaraq. Bir məsəl var, çətin iş hammiyə çətindir. Siz bu çətin işi görsəz, qətlən bir qədəm qabaqsınız. Çox məmnunam ki, baxırsınız biləmizə və dövrələri gəlirsiniz. Hövsələli, aramış ilə və müdavimət ilə təminlərinizi aparın qabağa. İnşallah bir gözəl nəticələr şahid olaq.